Sil göz yaşlarını, ağlama heç vaxt. Şəhidlik ucadan ucadır ana. Bugün Səlyan rayon Xələt kəndindən şəhidimiz Sadıqov Neyman Bəhramoğlu'nun mövludu günüdür. Allah Teala bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Ruhların şad eləsin. Hamısına canım qurban, hamısı mənim balamdır. Balalarımız o dünyada qardaşdır, biz burada bacıyıq. Allah atalarına, analarına dözüm, səbir, can sağlığı versin. Xəstə atalarımız var, analarımız var. Allah onlara da şəfa versin. Gələn ayaqlarınız var olsun, gözəl bacılarım. Bu gündə ki, siz məni tək qoymadınız, Allah hamımızdan razı olsun. Amin. Allah şəhid balalarımızın yerini cənnət məkan ruhları şad. Salamlayıram. Allah hamısından razı olsun. Bugün hamı bilir, bilməyənlər bəndir. Belə də bilməyənlər yoxdur. Şəhid balamın 30 yaşı cənnətdəki dəyişməyənlər oldu. Bütün şəhid ailələrinə səbir, dözüm. Allah cəm şəhidlərimizin ruhlarını şad eləsin. Məkanların cənnət. Vətən sağ olsun. Bayraqlarımız dalgalansın. Göy üzündə dalgalanan hilalınla. Bayrağınla nə gözəlsən Azərbaycan. Övladına xoş gün verən haramınla, növrağınla nə gözəlsən Azərbaycan. Neçə qəhrəmanı xanı olan, səhərində al şəfəqi danı olan, hər daşında şəhidimin qanı olan, torpağınla nə gözəlsən Azərbaycan. Yeryüzünə nur çiləyən sərvətinlə, günü-gündən zirvələnən şöhrətinlə, təmizlənmiş namusunla, qeyrətinlə, papağınla nə gözəlsən Azərbaycan. Ayəloğlu diş dayanan qəddinlə, vətən adlı, torpaq adlı bir səs dinlə, sinəsini sipər edən igidinlə, yarağınla nə gözəlsən Azərbaycan. Hər daşında şəhidimin qanı olan, torpağınla nə gözəlsən Azərbaycan. Azərbaycanımızı alqışlayaq. Can qurban Azərbaycan. Əzizsən də əyilməyən vüqarımsan. Uçağına canım qurban Azərbaycan. Savaşlardan aldaçı çıxan zaman tarixlərə bağışladın neçə qurban. Hər qonşuda bir parçası əsir qalan, torpağına canı qurban Azərbaycan. Hər uğurun gələcəyə bir yol açır. İman balamızın cənnətdə dəyişməyən ad günü mübarək olsun bacı. 30 yaşı tamam olur balamızın. Şəhadəti mübarək olsun. Allah bütün şəhidlərimizin məkanın cənnət, ruhlarını şad eləsin. Allah biz analara, atalara səbir, dözüm versin. Allah müharibə bir daha olmasın. Dünyamız sülh olsun. Allah ordumuzu qorusun. Prezidentimizi qorusun ki, bir yumruq ətrafında necə balalarımızı birləşdirdisə, torpaqlarımız o düşmənlərdən azad oldu. Min şükür Allaha deyirik. Bütöv dövlətin azad vətəndaşları yox. Allah bu günümüzü bizə yaşadan şəhid balalarımızın məkanın cənnət ruhlarını şad eləsin. Bir an olaraq mən də şəhidlərin qarşısında baş əyirəm. Sizə də təşəkkür edirəm. Şəhidlərimizi tanıtdırdığınıza görə hər yerdə nümayiş elətdirirsiniz, var olasınız. Şəhidlərimizə dəyər verən hər bir kəsin Allah mükafatını versin. Mən də Ağayev Ceyhundan oxuyuram.
Allah Teala bütün şəhidlərimizi rəhmət etsin, yerləri cənnət olsun, ruhları şad olsun. Allah analara səbir versin, qazilərimizə də can sağlığı versin. Sənin də Allah köməyin olsun, Allah razı olsun sizlərdən ki, bunu işıqlandırırsınız şəhidlər. Sağ olun. Allah şəhidlərimizin məqamını uca eləsin, bu gün Neyman balamızın işığına yığışmışıq. Cənnətdəki dəyişmən mövludu mübarək olsun. Allah ailəyə səbir dözüm versin. Mən Talih Zamanovun anasıyam. Bu gün Neyman balamızın doğum günüdür. Biz Neyman balamızın doğum gününə yığışmışıq. Allah onun məkanını cənnət eləsin, ruhunu şad eləsin. Anasına, ailəsinə, bacısına, atasına bol-bol səbirlər arzu edirəm. Şəhid balalarımızın məqamı uca olsun, ruhları şad olsun. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin, məqamlarını ucadan uca eləsin. Bugün Neyman balamızın doğum günüdür. Doğum günü, cənnətdəki olan doğum günü mübarək olsun. Mən də Qanə bacıya səbir diləyirəm, Allah səbir versin. Canım qurban bütün şəhidlərim. Mən də şəhid əjdərin anasıyam. Bugün Neyman balamızın işığına yığışmışıq. Mövlududur, cənnətdəki mövludu mübarək olsun. Bütün şəhidlərimin məqamları uca olsun, ucadan uca olsun. Allah rəhmət eləsin, Allah yerlərini behişt eləsin. Şəhidlərimizin ruhu elinə, obasına, əzizlərinə duaçı olsun. Allah məqamlarını ucadan uca eləsin. Allah qazilərimizi qorusun. Allah elimizi, obamızı qorusun. Allah Azərbaycanımızı qorusun. Bir də heç ananın, heç bacının gözü yaşlı olmasın. Sevinç göz yaşlarından əvəz olsun o göz yaşları. Allah qalan balalarımızı qorusun, nəvələrimizi qorusun. Bütün Azərbaycanımızı qorusun. Allah yeganə bacımıza, Bəhrəm qardaşımıza səbir versin. Qəzəm şəhidlərimizə Allah məqamını uca eləsin, ruhları şad olsun. Allah şəhidimizin məkanını cənnət eləsin, valideynlərinə, bacısına səbir versin, sevdiklərinə səbir versin. Neyman balamız mənim oğlumun həm sinif yoldaşı, həm qonşu balamız, həm yaşıdır, dostu, bir yerdə böyüyüb, bir yerdə də cənnət cavanlarına qoşulublar. Allah məkanlarını cənnət eləsin. Allah Teala ordumuzu, yurdumuzu qorusun. Allah bütün şəhidlərimizin nur üzü, şəhidlərimizin məkanını cənnət, məqamlarını uca eləsin inşallah. Bugün Neyman balamızın 30 yaşı olur, amma 10 yaşı hələ şəhadətə ucaldığı yaşda da donub qalıb. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Yeganə bacıma, Bəhrəm qardaşıma Allah səbir dözüm versin. Şəhid balalarımıza rəhmət eləsin, o dünyaların versin, biz analara səbir dözüm versin. Mövludu mübarək olsun. 30 yaşı tamam olur. Allah anaya səbir versin, atasına səbir versin. Allah məqamlarını uca eləsin, bütün şəhidlərin. Sizə sağ olun, çəkilişi işıqlandırır. Allah köməyiniz olsun. Allah şəhid balalarımızın yerini cənnət məkan, ruhlarını şad eləsin. Xəstə atalarımız var, xəstə analarımız var. Allah onlara şəfa versin. Allah Teala sizə uzun ömür, can sağlığı versin ki, bu gündəki siz mənim yanımda oldunuz. Allah hamımıza razı olsun, Allah hamımızı var eləsin, hamımızın balalarına canım qurban. Balalarımız o dünyada qardaşdır, bu dünyada da biz atalar, analar, bacı qardaşıq. Allah köməyiniz olsun. Gözəl bacım, ürək sözləridir. Səbir diləyirəm. Allah səbir versin bütün analara. Bugün Neyman balamızın doğum günündə cənnətdə dəyişilməyən mövludu mübarək olsun. Şəhid balamız. Allah ruhunu şad eləsin, məkanını cənnət eləsin. Yeganə bacıya, Bəhrəm qardaşımıza Allahdan səbir diləyirəm. Neyman balamızın timsalında bütün şəhidlərimizin ruhu şad olsun. Məqamları ucadan uca olsun. Sağ olun sizə. Allah Mən də şəhid Emir'in anasıyam. Şəhid analarımla bir yerdəyəm bu günləri. Neyman balamızın cənnətdəki dəyişmən mövludunu qeyd edirik. Allah valideynlərinə səbir versin. Neyman şəhidimizlə bir yerdə bütün şəhid balalarımızın cənnətdəki dəyişmən mövludu mübarək. Ruhları şad olsun. Allah sizə də kömək olsun ki, şəhidlərimizi işıqlandırıb paylaşırsınız. Allah razı olsun. Çox sağ olun.
Ben də öz adımdan bacıma da, qardaşıma da səbir diləyirəm. Allah bütün şəhidlərimizin məqamını uca eləsin, səbir dözüm versin. Allah şəhidimizin mövlüdü mübarək eləsin. Allah atasına, anasına səbir versin. Bugün Azərbaycanın ərazi bütövlüyü uğrunda şirin canından keçən igid oğlanlarımızdan biri də Neymanın mövluduna yığışmışıq. Allah ailəsinə səbir versin. Cənnətdəki dəyişməyən mövludu mübarək olsun. Allah əzizlərin qorusun. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik. Yeganə bacı, Allah səbir versin, Allah yerdə qalan balaları qorusun, Allah yolda şühada can sağlığı versin. Allah şəhid ailələrinə, atalarına, analarına çox səbir versin. Allah şəhid balalarımızın ruhunu şad eləsin. Məqamları ucadan uca olsun. Allah şəhid balalarımızın məqamın İmam Hüseyin məqamına bərabər eləsin. Əhl-i Beytlə məşhur eləsin. Allah Neyman balamızın da yerin cənnət, məkanı cənnət, məqamını ucadan uca eləsin, ruhu şad olsun. Allah sizə bol-bol səbir versin. Mən də yeganə ananın yanında özümüzə borc bildik. Yeganə ananın yanında olduq. Neyman balamızın mövlududur. Cənnətdə dəyişilməyən mövludu mübarək olsun. Allah atasına, anasına səbir versin. Cəmi şəhidlərin qarşısında baş əkülür. Mən də şəhid Elmətdən anasıyam. Bu gün Neyman balamızın mövluduna yığışmışıq. Ruhu şad, məqamı uca olsun. Allah ailəsinə səbir versin. Atasına, anasına can sağlığı versin ki, balaların yaşatsınlar. Çox sağ olun. Neyman balamın ruhuna hanım gününə yığışmışıq. Ona öz minnət, bütün şəhid ailələrinə öz minnətdarlığımı bildirirəm. Valideynlərinə səbir, dözüm arzulayıram. Çox sağ olun. Şəhid İlkin Nəcədoğlu'nun anasıyam. Bu günləri Neyman balamızın ocağına yığışmışıq. Allah onun atasına, anasına səbir versin. Onun cənnətdə dəyişməyən mövludu mübarək olsun. Allah bütün şəhidlərimizə rəhmət edəsin, qazilərimizə can sağlığı versin. Allah bütün analara səbir versin, dözüm versin. Sağ olun. Çox sağ olun. Allah köməyiniz olsun. Gələn ayaqlarınız var olsun, gözəl bacılarım. Allah hamımızdan razı olsun. Hamımıza canım qurban. Cəmi şəhidlərə, bütün şəhidlərə canım qurban. Çox sağ olun. Çox sağ olun. Allah razı olsun. Sağ ol, boş olun. Sağ olun. Bulutlar vətən uğrunda ölməyə hazırıq biz aydaqlar. Bu dağlardan o yana, qayalardan o yana, belə dönəcəyik, məni gözlə ayana. Diz çökərəm qarşında, ölərəm mən yolunda, dərədəsiz dönmərəm, məni gözlə ayana. Yaralı əskər dostunu çinində daşıyanlar. Mən də bir döyüşçü olaraq, bir zabit olaraq, yəni bu illərin canlı şəhidlərin şahidləri olaraq bir daha qarşınıza baş əyirəm. Həqiqətən, başımız sağ olsun, vətən sağ olsun. Həmişə bu bayrağımız ucalılıb, bundan sonra da ucalılsın. Allah Teala bir soyuqda dayanmışıq, biz 15 dəqiqə, 20 dəqiqə burada dayanmışıq. Bir də hal-hazırda xidmətdə olan qardaşlarımız var, zabitlərimiz var, əskərlərimiz, Allah onları qorusun. Bir daha müharibə olmasın. Yəni bu günləri Neyman qardaşımız bilirsiniz ki, 44 günlük vətən müharibəsində iştirak edib. Yəni bunu həmişə gəlib demişik. Günləri o qədər vətənə sevgisi olub ki, günləri 44 günlük vətən müharibəsindən sonra yaralanmışdı, qazi olmuşdu. Yəni gələ qədər vətənə sevgisi olub ki, yəni xidmətini davam elətdirmək üçün, yəni müddətdən də artıq hərbi xidmətçi kimi, yəni döyüşlərə qatıldı və antiterrorumuzun 2023-cü ildə şəhid oldu. Yəni Bəhrəm əmi başın sağ olsun, yəni vətən sağ olsun, Allah ordumuzu qorusun, Allah prezidentimizi qorusun. Yəni bundan sonraki evlərimizdə ancaq şadlıq olsun. Allah Teala cəm şəhidlərimizi rəhmət eləsin. Allah Bəhrəm qardaşımıza səbir dözüm versin. Hamımıza səbir. Yerləri cənnət olsun Allah'ımız. Olan yerləri cənnətdir. Allah bütün qardaşlarıma səbir versin. Amin inşallah. Amin. İnşallah. Allah rəhmət eləsin. Allah səbir versin.
Allah cəm şəhidlərimizi rəhmət eləsin. Allah şəhidlərimizi, şəhid atalarına bolluca səbir versin. Amin inşallah. Bəhrəm qardaş, Allah yerin behişt eləsin, məqamın ucadan eləsin. Cəm şəhidlər, Azərbaycan şəhidlər. Allah səbr olsun. Allah rəhmət eləsin. Allah yerdə qalanlarına səbir versin. Amin inşallah. Aman qardaş, ruhu şad olsun bütün şəhid balalarımızın, başta Neyman balamız olmaqla, mövludu mübarək olsun Neyman balamızın. Allah hamımıza səbir versin. Allah o gün olsun itkinlərimiz tapılsın. İtkinlərimizin sədası ruhlarını şad eləsin. Qəhrəmanlıq göstərdilər. Əvvəllər deyirdik ki, 41-45-in müharibəsində deyirdik ki, yəni o vaxtlar köhnə kişilər getdilər. İndi təzə kişilər həqiqətən də bu vətəni bizə əmanət eləyib, öz canlarını qurban verdilər bu vətənə, vətən yolunda canlarını qurban verdilər. Bizim yaşamağımız üçün, gələcək övladlarımızın yaşamağı üçün. Dünyada candan əziz heç nə yoxdur. O canların da bu cür igid qəhrəman balalar vətənə qurban verdilər, millətə, xalqa qurban verdilər. Allah ruhlarını şad eləsin. Amin inşallah. Bütün şəhid valideynlərinə Allahdan səbir diləyirəm. Başda Bəhrəm qardaşımız olmaqla, Bəhrəm qardaş, Allah sizə səbir versin. Ruhu şad olsun bu gözəl balamızın. Mövludu mübarək olsun. Allah yolunda ölənlərə siz ölü deməyin. Şəhidlərin məqamı Allah dərgahında ucadır. Allahın verdiyi nemətlərdən qidalanır, onların məqamı Allah dərgahında, bəli, onlara sorğu-sual yoxdur. Ən uca məqamdır. Allah Neyman qardaşımıza, İmam Hüseyin başda olmaq bütün Azərbaycan şəhidlərinə, Salyan Xalat kəndində olan şəhidləri Allah qəni-qəni rəhmət eləsin. Valideynlərinə səbr əta eləsin inşallah, Allah canını sağ olsun. Biz də onların qarşısında baş əyirik. Bayraqlarımız dalğalansın. Göy üzündə dalğalanan hilalınla. Bayrağınla nə gözəlsən Azərbaycan. Övladına xoş gün verən haranınla, növrağınla nə gözəlsən Azərbaycan. Neçə qəhrəmanı xanı olan, səhərində al şəfəqi danı olan, hər daşında şəhidimin qanı olan, torpağınla nə gözəlsən Azərbaycan. Yeryüzünə nur çiləyən sərvətinlə, günü gündən zirvələnən şöhrətinlə, təmizlənmiş namusunla, qeyrətinlə, papağınla nə gözəlsən Azərbaycan. Ayel oğlu diş dayanan qəddin ilə, vətən adlı, torpaq adlı bir səs dinlə, sinəsini sipər edən igidinlə, yarağınla nə gözəlsən Azərbaycan. Hər daşında şəhidimin qanı olan, torpağınla nə gözəlsən Azərbaycan. Azərbaycanımızı alqışlayaq. Ürəkli od nəfəsli diyarım, ocağına can qurban Azərbaycan. Əzizsən də əyilməyən